Salam, İngilis dilindəki zamanlar, o sonsuz qaydalar siyahısı, elə deyilmi? Amma sizə bir sir verimmi? Bu əslində bir siyahı deyil. Bu çox məntiqli bir sistemdir və bugün biz birlikdə o sistemin qapısını açacağıq ki, hər şey sizin üçün, necə deyərlər, ayna kimi aydın olsun. Yəqin ki, hamımız bu sualı özümüzə vermişik, hə? İndiki, keçmiş, gələcək, üstəlik bir də simple, continuous, perfect, valla adamın başı qarışır. Sanki bitib tükənməyən bir labirintdir. Amma əslində bu qədər çox olmalarının səbəbi onların pərakəndə qaydalar yığını olması deyil, heç də deyil. Baxın, bütün məsələnin açarı elə budur. Əzbərçilikdən uzaqlaşıb, işin məntiqini tutsaq, hər şey bir anda dəyişəcək. Təsəvvür edin, bunlar dağınıq kərpiçlər deyil. Hamısı bir-biri ilə bağlı, möhkəm bir binanın hissələridir. Yaxşı, gəlin görək bu bina necə qurulub. Yaxşı, deməli, gəlin bu sistemi addım-addım, yavaş-yavaş anlamağa çalışaq. Bütün o mürəkkəb, qorxuducu görünən zamanlar var ha, onların hamısı cəmi cümlətanı 4 dənə təməl daşın üstündə qurulub. Cəmi 4. Bu 4 anlayışı mənimseyin, vəssalam, qalan hər şey bir puzzle kimi öz-özünə yerinə oturacaq. Birinci təməl daşımız present, yəni indiki zaman. Bu çox sadədir. Hərəkəti birbaşa danışdığımız ana, yəni indiyə bağlayır. Məsələn, deyirsiniz ki, I work. Bu deməkdir ki, mən işləyirəm. Ümumi olaraq indi baş verən bir şeydir. İkinci anlayışımız past, yəni keçmiş zaman. Burada ən vacib məqam nədir bilirsiniz? Hərəkət keçmişdə başlayıb, elə keçmişdə də bitib. İndiki zamanla heç bir əlaqəsi yoxdur. Məsələn, I worked, mən işlədim, vəssalam, bitdi, getdi, keçmişdə qaldı. Üçüncü təməl daşımız isə future, yəni gələcək zaman. Bu adından da göründüyü kimi çox aydındır. Hələ baş verməmiş, gələcəkdə olacaq hərəkətlərdən danışırıq. Məsələn, I will work, mən işləyəcəyəm. Bu qədər sadə. Və gəldik dördüncü, bəlkə də ən vacib anlayışa, perfect, yəni bitmiş forma. Baxın, bunun məntiqi nədir? Perfect bizə deyir ki, bir hərəkət başqa bir hərəkətdən və ya müəyyən bir vaxtdan əvvəl tamamlanıb. Ortada bir nəticə var. Məsələn, I have worked cümləsi sadəcə mən işlədim deyil. Bu, mən artıq işimi bitirmişəm və bunun bir nəticəsi var. Məsələn, indi azadam və ya yorğunam kimi bir məna daşıyır. Yaxşı, bu 4 təməl daşı, yəni binanın özülünü başa düşdük. Çox gözəl. İndi isə gəlin, hərəkətin özünə 2 fərqli eynək, 2 fərqli linza ilə baxaq. Özümüzə sual veririk, bu hərəkət ümumi bir faktdır, bir vərdişdir, yoxsa elə məhz indi davam edən bir prosesdir? Bax, bu sualın cavabı bizi birbaşa simple və continuous aspektlərinə gətirib çıxarır. Gəlin bu ikisinin fərqinə baxaq. Simple, yəni sadə aspekt, adətən faktlar, vərdişlər, təkrarlanan hərəkətlər üçündür. Məsələn, o hər ay bir kitab oxuyur. Bu onun adətidir, ümumi bir faktdır. Amma continuous, yəni davam edici aspekt, hərəkətin məhz danışıq anında baş verdiyini göstərir. Yəni, o elə indi kitab oxuyur. Görürsünüz, biri ümumi bir vərdişdir, o biri isə anlıq bir proses. Fərq əslində çox aydındır, elə deyilmi? Və indi gəldik ən maraqlı yerə. Belə deyək, əlimizdə Lego parçaları var. 4 dənə əsas rəngdə parçamız var. Present, past, future, perfect. Bir də 2 fərqli formada parçamız var. Simple və continuous. İndi gəlin bu Lego parçalarını birləşdirib görək hansı möhtəşəm fiqurları, yəni zamanları yarada bilirik. Baxın, bu işin ən vacib sirridir. Zamanların adları əslində onların istifadə təlimatıdır. Adın özü bizə hər şeyi deyir. Məsələn, past continuous adı əslində bir resetdir. Heç nəyi əzbərləməyə ehtiyac yoxdur, sadəcə adı oxuyub anlamaq kifayətdir. Gəlin bir yerdə bişirək. Reseptimiz past continuous. Birinci addım, əsas ingrediyenti götürürük. Past, yəni keçmiş. İkinci addım, xüsusi ədviyyatımızı əlavə edirik. Continuous, yəni davam edici. İndi isə bunları qarışdırırıq. Past üçün to be feili was və ya were olur. Continuous üçün isə feilin sonuna ing artırırıq. Və budur, nəticə, dünən axşam saat 8-də o kitab oxuyurdu. She was reading a book. Bu qədər asan. Məsələn, present continuous'a baxaq. Məntiq yenə eynidir. Şəxsə görə am, is ya da are seçirik, feilin də sonuna ing yapışdırırıq. Vəssalam. I am working, she's eating, we are having dinner. Quruluş həmişə bu qədər sadə və məntiqlidir. Bir də belə balaca köməkçilər, siqnal sözlər var. Bunlar bizə ipucu verir. Məsələn, cümlədə now, yəni indi, at the moment, yəni hal-hazırda, ya da look,
listen kimi nida sözləri görürsünüzsə, bilin ki, söhbət 99% present continuous'dan gedir. Bu sözlər sanki sizə göz vurur ki, düzgün zaman budur. Yaxşı, gəlin indi öyrəndiklərimizi bir yerə yığıb, əsas məsələləri ümumiləşdirək. Bu bir neçə qızıl qaydanı bilsəniz, doğru zamanı seçmək sizin üçün uşaq oyunu olacaq. Gəlin bu 5 qızıl qaydanı bir daha təkrarlayaq. 1. Simple deyiriksə deməli söhbət faktlardan və ya vərdişlərdən gedir. 2. Continuous deyiriksə deməli bir hərəkət proses halındadır, davam edir. 3. Continuous zamanın düsturu həmişə to be plus feilin sonuna ing artırmaqdır. 4. Perfect varsa deməli bir hərəkət başqa bir andan əvvəl bitib, yəni iki zaman nöqtəsi arasında əlaqə var. Və 5. Perfect zamanın düsturu da həmişə to have plus feilin 3-cü formasıdır. Bax, bu 5 qayda bütün sistemin, belə deyək, ürəyidir. Və bütün bu mürəkkəb görünən sistem, bütün bu qaydalar sonda gəlib sadəcə bir rəqəmə dayanır. 4. Bəli, düz eşitdiniz. 4. İngilis dilindəki bütün zamanları anlamaq üçün sadəcə bu 4 təməl anlayışı present, past, future və perfect'i və onların bir-biri ilə necə birləşdiyini bilmək kifayətdir. Bu qədər. Yaxşı, bəs bütün bunları bilmək, yəni zamanlara bir qayda yığını kimi yox, bir sistem kimi baxmaq sizin ünsiyyətinizi necə dəyişə bilər? Düşünün. Bu sadəcə testlərdə düzgün cavabı tapmaq deyil, əsla. Bu, öz fikirlərinizi daha dəqiq, daha zəngin və ən əsası, daha inamlı şəkildə ifadə etmək deməkdir. Artıq görəsən hansı zamanı işlətməliyəm deyə panikaya düşməyə əvəzinə, məntiqlə nə demək istədiyinizi rahatlıqla seçə biləcəksiniz.